Selamünaleyküm dostlar. Yeni bir rehte kalma videosu ile karşınızdayım. Geçen videoda size balık tutmağın yollarını öğretmiştim. Bu defa ise sıfırdan 50 meşede salmaca düzelteceğiz. Çok maraqlı olacak. Buna göre rahat oturun ve videoya geçək. Bəli dostlar, əvvəl meşədə salmaca düzeltmek üçün yaxşı bir yer tapmalısınız. Salmacağımızı burada düzəldəcəyim. Təxminən bu aralarda. Əvvəl dostlar, salmacağımızı düzeltmek üçün bizlərə odun lazımdır. Təbii ki biz quru odunları toplayacağıq. Daha doğrusu mən buralarda gezeceğim. Baxa görə bir şey taparıq ya yox. Burada da eşyalarım var. Dostlar, aşağıdan like atmağı, kanalıma da abone olmağı unutmayın. Böyle videonun devamını istəyirsinizsə yorumlarda da bildirin. Dostlar, buradan getmək bir çətindir. Buralarda ben çətin bir şey tapacağım. Bu tərəfdən gedim mən. Dostlar, mən əvvəl evimin yanlarını quru odunlarla düzəldəcəyəm, belə qoyub mən sizlərin hamısını bir adım göstərəcəyim. Daha sonra isə dostlar, o quru odunların üstünü belə yarpaqlı bir budağı kəsərək üstünə qoyacağıq. Yəni bu zəruri bir haldır. Yəni həyatda qalmaq üçün edirik. Mən də sizlərə bunu göstərirəm. Xahiş edirəm, yorumlarda boş-boşuna şeylər yazmayın. Baxın, mənzərə də yəni əladır. Maşallah. Superdir. Bunu alım mən. Bilmiyorum dostlar, kameramda çıkar ya, yok. Ha, bu uzundur ya. Ben bunu sadece bu tarafını görmüştüm. Böyle balaca olduğunu düşünürdüm ama büyüktü bu. Dostlar, ben bunu buradan akarım böyle. Şimdi bunu tuttum. Bu şekilde. Bilmiyorum kamera çıkıyor, yok. Ha, bu formada. Burada da örümcek yuvası var. Dokunmayak. Bəli dostlar, gördüğünüz kimi burada toplamışam odunlarımı. Vaxt getməsin deyə buraları mən çəkmədim. Baxın, çoxu toplamışam. Neyse dostlar, salacağımızın hazırlanmasına keçək. Bəli dostlar, bunlar da topladığımız odunlar da maşallah çok toplamışam. Yaxından da göstereyim ben bunları sizlere. Mesela budur. Bakın, quru odunlar. Hamısı quru odunlar, yani böyle büyük yani ağaçları ben kəsməmişəm. Yani yorumlarda yani xoşlamayın. Dostlar, aşağıdan videoma like atmağı, kanalıma da abone olmağı unutmayın. Böyle videoların devamı için de yorumlarda bildirin. Bəli dostlar, evimizi tam burada hazırlayacağım. Yani evimizi deyərkən salacağımızı. Burada dostlar topladığımız odunlar var. Bu yığ şeklinde olan odunu alacağım. Onu dostlar burada bir yerde koymalıyım. Bəli dostlar, bunun yeri buradır. Əvvəl dostlar bu formada odunlarımızı koyuyoruz. Bu odunlarımızı koyduktan sonra dostlar üstünü yarpaqlarla örtəcəyik. Daha sonra birinci odunumuzu koyduk. Sağlam odunlar bize lazım dostlar. Şimdi ikinci odunumuz da budur. Əvvəl dostlar üstümüzə sağlam odunlar atmalıyım ki evimiz möhkəm olsun. Tam bura. İyi dostlar, bunu alırım. Bunu dostlar buradan bura koyacağım. Aha, oldu. Evet, bu odun. Bu lazımsız, bunları ben tutarım. Obsidian koru ağacı. Oh, ağzıma geldi. Zibil. Neyse dostlar, olan şeydir. Bunlar mənə dostlar maneçilik törədir. Onun için bunları ben qırmalıyam. Bəli. Məncə daha yaxşı oldu. Bəli. Allah. Bu da oldu dostlar burada. Yine dostlar, üçüncü uzun odunumuzu da buradan koyacağım böyle. Yani 3 tane esas odunumuz olacak. Kapımız, yani girişimiz buradan olacak. Ya buradan ya da o taraftan bakacak yani. Şimdi dostlar, ben tez buralar hazırlayayım. Siz bunları tez göreceksiniz. Bəli dostlar, mən sizlərə əvvəl
balık tutma videosunu çəkdiyim birinci videonu tələ ilə. Yəni həyata qalmaq üçün. Yəni dostlar, bu ikinci videomdur. Bu videomda mən sizlərə sığınacaq hazırlamağı öyrədirəm. Üçüncü videomda isə dostlar, bunları icra edərək birdən həyatda qalma videosunu çəkmək istəyirəm. Əgər siz mənə qarşılıq versəz, videonu bəyənsəz, mənə motivasiya versəz, inşallah çəkəcəm. Dostlar, üçüncü videomda da həyatda qalma videosu çəkəcəm. Onun üçün dostlar, abunə olun, bildirimləri də açıq saxlayın ki, ilk siz xəbərdar olsunuz. Yəni dostlar, evimin üstünü bağlamaq üçün məcburam ki, belə budaqları kesim. İnşallah mən sizlərə də söz verirəm ki, baxın, bu videomda mən sizlərə söz verirəm. Əgər sözümdə durmasam, yəni istədiyiniz kimi olsun da, sizlərə söz verirəm ki, 100.000 abunə olan kimi 1000 ağac əkmə videosu gələcək. Belə bir video gələcək inşallah, sizlərə söz verirəm. Bunları belə alım, evimin üstünə qoyacağım dostlar, belə sizlərə də göstəreyim. Sonra tam qaldıqdan sonra sizlərə də göstərəcəm. Baxın, bu şəkildə qoyacağım evin üstünə. Baxın, bu formada qoysam dostlar, evim tam bağlanacaq. Dostlar, bu bir həyata qalma videosudur. Həyata qalmaq üçün edirəm. Sizlərdən öyrədirəm. Əgər yəni meşədə qalsaz, belə yəni ola bilər də həyatda. Ondan istifadə edə bilərsiniz. İndi isə burada od vuracağım. Burada da dostlar sığınacağım var. Burada da od vuracağım. Orada da əşyalarım var dostlar, baxın. Sonra da çayımı içdikdən sonra yenidən davam edəcəm. Bəli dostlar, odumuzu da vurdum. Sonra isə evimizə davam edəcəm. Bəli dostlar, indi isə evimizin üstünü yarpaqlarla örtəcəyik. Bəli dostlar, mənzərəni də görürsünüz, çox əla mənzərə var. Nəysə, dostlar, burada odumuzu qalamışam. Baxın. Əla yanır. Burada da evimizi tam şəkildə hazırlamamışam. Amma 70%'ni hazırlamışam. Yəni bu tərəf qalıb, bu tərəfə də bağlasam inşallah hazırlanır. Baxın dostlar, içəriyə də girim. Maşallah. Bayır və içəri tərəflərin çox fərq var. İçəri tərəflərin qaranlıqdır. Baxın. Belə sığınacaq üçün yəni əla olub. Yəni siz də öz fikrinizi yorumlarda bildirə bilərsiniz. Ay. Bəli dostlar, gözümə manzara. İndi dostlar, gördüğünüz kimi çayımız qaynayır, baxın. İndi bunu buradan almalıyam. Bismillah. Ve dostlar, bu arada təbiəti zimilləməyək. Müzikləri də götürürəm mən. Şatıram. Bəli. Siz də təbiəti zimilləməyin. Bəli dostlar. İndi isə yumurta pişirik. Yumurta qırılıb. Bismillah. Hayda, istivasadan çıktı. Çok süper. Dostlar, buradan da bir tane buradan dostlar, göz hakkınızı da halal edin zaten. Acından ölürüm.
Bəli dostlar, indi isə çayımı süzürəm. Çayımız oldu. Bəli dostlar, qayğanağımız da hazır oldu. Bəli dostlar, çayımız burada, qayğanağımız da buradadır. Dadıram dostlar. Bismillah. Dostlar, yedim. Dostlar, çöldə yeyən şey nə də olsa ən dadlıdır, ən ləzzətli şey çöldə yeyən şey. Dostlar, göz haqqınızı halal edin. Videomuzun da sonuna gəldik. Aşağıdan videomu Dostlar, videomuzun sonuna gəldik. Aşağıdan videomu bəyənməyi, kanalıma da abunə olmağı unutmayın. Belə videonun davamını da istəyirsənsə yorumlarda da bildirin. Sağ olun, özünüzə yaxşı baxın.